Değerli YouTube izləyiciləri, hər birinizi xoş gördük. Bugün sizlərə Xalqlar Dostu metrosuna piyada 5 dəqiqəlik məsafədə bir otaqdan 2 otağa düzəldilmiş yeni tikili 65 kvadrat sahəli mənzil təqdim edirəm. Mənzilin qonaq otağı hissəsidir. Qeyd edim ki, mənzil tam təmirlidir. 65 kvadrat ümumi sahəsidir. Eşən Süleymanov küçəsinə gedən istiqamətdir. Bu tərəf isə 129 və 10 nömrəli məktəblərin tam yanı. Bura mənzilin mətbəx hissəsidir. Xalqlar Dostu metrosuna piyada 5 dəqiqəlik məsafədə yerləşir. Bir otaqdan 2 otağa düzəldilib. Kermoqranit gördüyünüz hər bir yer isti poldur. Qeyd edim ki, bu hissə yataq otağına açılan pəncərədir. Mənzildə bir daha qeyd edirəm, sənədlər tam qaydasındadır. Kubçalı mənzildir, 65 kvadratdır ümumi sahəsi. Bura mənzilin giriş qapısı, dəhliz hissədə dəhliz dolabı gördüyünüz kimi quraşdırılıb tavana kimi. Mənzilin yataq otağı hissəsi bu istiqamətdə yerləşir və qeyd edim ki, belə periodikalar çox çətin olur adətən, çox gözəl alınıb. Mənzil tam təmirlidir, bir daha qeyd edirəm. Bir otaqdan 2 otağa düzəldilib və keçid edək mənzilin sanuzel otağına. Hamam tualet bir yerdədir. Duş kabininə kimi bütün aksesuarlar, asma tavanı, hər bir şey quraşdırılıb. Yəni alıb öz zövqünüzə görə yaşamaq üçün. Mənzilin qiyməti 165 min manat start qiymətdir. Real alıcı ilə indirim söhbəti etmək mümkündür. Sənədləri tam qaydasında bir daha qeyd edirəm. Yəni Kubçalı mənzil, bir otaq, 2 otaq düzəlmək, Xalqlar Dostu metrosuna yaxın bu ərazidə belə mənzil tapmaq çətindir. Ətraflı buyurun, sağ olun, gələn görüşürüz.